Salam, hər vaxtınız xeyir olsun. Mən biologiya müəllimi Ayşən müəllimə. Yeni videolarımızdan xəbərdar olmaq üçün zəhmət olmasa kanalımıza abunə olun. Əgər izahları bəyənirsinizsə, sizlər üçün faydalıdırsa, onda bəyənməyi unutmayın. Bugün sizlərə çömçəquyruğun inkişaf dövriyyəsini və onun inkişafında orqanların yaranma ardıcıllığını izah edəcəyəm. Lakin çömçəquyruğun inkişaf dövriyyəsinə keçməmişdən əvvəl bəzi məqamları sizlərin diqqətinə çatdırmaq istəyirəm. Burada qısaca yazmışam qurbağa toyu və xarici mayalanma. Nə demək istəyirəm? Qurbağalar ümumiyyətlə suda qurda yaşayanlar ayrı cinsiyyətli heyvanlardır. Onların erkəyi və dişisi vardır. Dişi qurbağalarda deməli cüt yumurtalıq var və yumurtalığın divarı olduqca nazikdir. Yumurtalıqlarda yumurta hüceyrə yaranır və yumurta çıxarıcı borularla kloakaya açılır. Eyni zamanda erkəklərdə də cüt toxumluq var və burada spermatozoidlər yaranır. Spermatozoidlər toxum çıxarıcı kanalla kloakaya açılır. Qurbağalarda mayalanma xaricidir, yəni suda gedir. Belə ki, qurbağa toyu nədir? Gəlin əvvəlcə onu deyim. Deməli, yazda erkək qurbağalar xüsusi orqanları, yəni baxın, başın yanlarında, təbil pərdəsinin yanında olan, xüsusi burada yerləşir təxminən, orqanları olan rezonatorlar vasitəsilə dişi qurbağaları səs çıxardaraq rezonator, deməli özlərinə cəlb edir. Uşaqlar, rezonator səs çıxarma orqanı deyil, bunu unutmayaq. Rezonator səs gücləndirmə orqanıdır və erkək qurbağalarda sayı 2 ədəddir. Dişi qurbağalarda isə yoxdur. Deməli, qurbağanın səs mənbəyi onun səs telləridir. Rezonatorlar sadəcə səsi gücləndirəcək. Və beləliklə bu proses adlanır qurbağa toyu. Erkək qurbağalar dişi qurbağaları səsləyir. Dişi qurbağalar deməli suya kürü tökür. Uşaqlar, kürülərin sayı olduqca çox olur. Bəzən hətta kürülərin yəni sap şəklində olur, topa-topa tökür və 2-10 metrə qədər həmin sapın uzunluğu çata bilir. Və qurbağa kürülərinə orta məktəbin kitabında var. Diqqətlə baxsaq, biz görərik ki, kürülərin deməli bir hissəsi tünd rəngdədir. Daha doğrusu üst tərəfi tündür, alt tərəfi isə açıq rəngdədir. Həmin tünd rəng istiliyi, günəş işığını tutmaq üçündür. Qurbağaların kürlərinin inkişafı üçün mütləq müəyyən temperatur olmalıdır. Təxminən 10-12 dərəcə və ondan yuxarı temperaturda kürün inkişafı üçün optimal şərait yaranır. Daha aşağı temperaturda kürün inkişafı ləngiyir. Mayalanmadan sonra deməli temperaturda əgər normaldırsa, zigot yaranır və bölünərək çox hüceyrəli rüşeymə çevrilir. Bu müddət təxminən deməli 1 və ya 2 həftə ərzində baş verir. Yəni kürüdən çömçəquyruğun çıxması təxminən 1-2 həftə ərzində optimal temperaturda baş verir. Və sonra çıxan çömçəquyruq, yəni sürfə, qurbağanın sürfəsinin adı çömçəquyruqdur. Müəyyən inkişaf periodu keçir və bu böyük çevrilişlə, metamorfozla baş verir. Gəlin növbəti slaydda ona baxaq. Deməli, burada biz nə görürük? Burada biz qurbağanın sürfəsini, yəni çömçəquyruğu görürük və çömçəquyruğun balığa oxşar xüsusiyyətləri verilib. Bu bizim 10-cu sinif biologiya dərsliyimizdə var. Deməli, quyruğun olmasına görə çömçəquyruq balığa oxşuyur. Sonra üzgəcin olmasına görə balığa oxşuyur. Qəsəbəsi var, 2 kameralı ürəyi var, 1 qan dövranı var, yan xətt orqanı var və ürəyində yalnız venoz qan var. Sanki bir növ balığın əlamətlərini təkrarlayır. Yəni əslində bu öz anasının xüsusiyyətləri deyil. Yəni belə ki, yetkin qurbağada 3 kameralı ürəyi olur. 2 qan dövranı olur, yan xətt orqanı olmur, ürəyində 3 növ qan olur. Arterial, venoz və qarışıq. Və yetkin qurbağanın üzgəci yoxdur. Onun sadəcə arxa ətrafdakı barmaqları arasında üzmə pərdəsi olur. Eyni zamanda yetkin qurbağanın da quyruğu olmur. Çünki qurbağalar quyruqsular dəstəsinə aiddir, göl qurbağası. Gəlin baxaq növbəti slayda. Bu slayda biz nə görürük? Bu slayda biz göl qurbağasının fərdi inkişafı zamanı onun qan dövranının və ürəyindəki qulaqçıqlarının sayının artmasını görürük. Lakin artandan sonra sabit qalır, dəyişməz qalır. Deməli, belə ki, çömçəquyruqda qulaqçıqların sayı 1, yetkin qurbağada 2-dir.
Çömçəquyruqda qan dövranının sayı 1, yekun qurbağada böyük və kiçik qan dövranı olmaqla 2 qan dövranı var. Çömçəquyruq böyük metamorfoz keçirir, orqanların əmələ gəlmə ardıcıllığı bu formadadır. Əvvəlcə ağız, çənələr, bunlar buynuz çənələrdir təbii ki, sonra arxa ətraflar, sonra ön ətraflar, sonra ağciyər və quyruğun qısalması prosesi gedir. Bax, bu şəkil 7-ci sinif biologiya dərsliyindən təbii ki, köhnə dərslikdən. Çünki abituriyentlərə düşən suallar bu ilin abituriyentlərinə düşən suallar köhnə dərsliyi əhatə edəcəkdir. Burada biz görürük ki, qurbağa kürü tökdü və uşaqlar bayaq dediyim kimi, bax görürsünüz, burada həmin o bütün rəngli pigmenti görmək olur. Bu istiliyi udmaq üçündür. Və kürüdən təxminən biz dedik ki, mayalanmadan sonra 1-2 həftə ərzində çömçəquyruq çıxır və çömçəquyruqda xarici qəlsəmələr əvvəlcə olur, xarici qəlsəmə tənəffüs edir. Bax, bu hissədə səhv salmayın, bunun ön ətrafı deyil. Burada onun barmaqları yoxdur. Təbii ki, çömçəquyruğun barmağı olmur. Bu çıxıntılar xarici qəlsəmə çıxıntılarıdır. Xarici qəlsəmə sonra itib daxili qəlsəməyə yer verir. Görürsünüz, bax burada artıq daxili qəlsəmə, bu çömçəquyruqda daxili qəlsəmə var. Daha sonra burada arxa ətraflar əmələ gəlir. Sonra etap-etap ön ətraflar əmələ gəlir və nəhayətində ağciyər yarandıqdan sonra artıq çömçəquyruq quruya çıxaraq deməli cavan qurbağaya çevrilir. Təbii ki, arxa ətraf və ön ətrafı yarandıqdan sonra artıq suda üzmə ətraflar sayəsində, xüsusən də arxa ətrafın barmaqları arasında olan 8 üzmə pərdəsi hesabına getdiyi üçün quyruğa ehtiyac qalmır və quyruq itir. Yəni, cavan qurbağada artıq quyruq yoxdur. Bu arada uşaqlar, deməli, çömçəquyruğun bax bu inkişaf edərək, yəni metamorfoz keçirib cavan qurbağaya çevrilməsi təxminən 2 aya qədər çəkə bilər. Yenə deyirəm, buradan kürüdən çömçəquyruğun çıxması 1-2 həftə, amma çömçəquyruğun inkişaf edərək qurbağaya çevrilməsi təxminən 2-3 aya qədər çəkir. Cavan qurbağa isə 3 ildən sonra yenidən cinsi yetişkənliyə çatır və çoxalmaq qabiliyyəti yaranır. Digər şəklimiz isə 10-cu sinif biologiya dərsliyindəndir. Biz burada nə görürük? Biz burada yenə yumurta daxilində embrion, sonra çömçəquyruq yaranır, sonra qəlsəmələr, əvvəlcə xarici, sonra daxili qəlsəmələr, arxa ətraflar yaranır, ön ətraflar yaranır, ağciyər tənəffüsü yarandıqdan sonra quyruq qısalır və çevrilir cavan qurbağaya. Deməli, uşaqlar, burada qəlsəmələri yazmamışam, çünki burada artıq qəlsəmələri şəkil üzərində göstərmişəm. Biz burada çömçəquyruğun balığa oxşar xüsusiyyətlərini gördük. Gəlin növbəti slayda baxaq. Bizim 10-cu sinif dərsliyimizdə biogenetik qanun var. Deməli, biogenetik qanunun 19-cu əsrin ikinci yarısında Alman alimi Fritz Müller və Ernest Haeckel tərəfindən deməli, yaradılmışdır və ontogenezin nisbəti qanunu da adlanır. Bu qanuna görə hər bir fərd, burada bir hərf səhv olub, hər bir fərd deməli, öz inkişafında daxil olduğu növün tarixini qısa şəkildə təkrar edir. Yəni, ontogenez filogenezin qısa təkrarıdır. Lakin sonradan bu qanunu, biogenetik qanunu sonradan Aleksey Nikolayeviç Severtsov və İvan İvanoviç Şmalhausen tərəfindən inkişaf etdirilmişdir və onlar müəyyən etmişdir ki, canlılar bütün ontogenezi boyu yox, əslində ontogenezində sadəcə embrional dövründə gəlin buranı oxuyaq. Canlılar ontogenezlərində əzdadın yetkin fərdinin yox, embrional mərhələnin əlamətlərini təkrar edir. Beləliklə, biogenetik qanun ontogenezlə filogenez arasında olan əlaqələrə əsaslanaraq təkamülü isbat etmək üçün mühüm dəlillər verir. Bunu burada ona görə qeyd elədim ki, baxın, biz zoologiyada bunu görmürük, bunu ümumi biologiyada görürük, onun sinifdə görürük. Lakin əlaqəli şəkildə öyrənəndə, yəni öyrənmə daha da asanlaşır. Yəni, burada belə qərara gəlirik ki, əslində suda quruda yaşayanlar öz başlanğıcını balıqlardan, xüsusən pəncəüzgəci balıqlardan götürmüşdür. Ona görə də suda quruda yaşayanlarda deməli, çömçəquyruğun inkişaf dövrünü nəzərdən keçirəndə onun balığa oxşar xüsusiyyətlərinin olması normaldır. Belə ki, o öz əcdadının tarixi inkişafını qısa şəkildə təkrar etmiş olur. Əziz abituriyentlər, əgər izahlarım sizin üçün faydalıdırsa, zəhmət olmasa bəyənməyi unutmayın. Onlayn dərslərimizə qoşulmaq üçün WhatsApp nömrəsi ilə mənimlə əlaqə saxlaya bilərsiniz. Təşəkkürlər.